Salam əziz şagirdlər, videoya xoş gəldiniz. Bugün abituriyent jurnalındakı sualları izah edəcəm sizə. DİM-in model sualları da bunlar 2026 üçün təqdim ediblər. Bir də imtahan tarixləri açıqlandı. Yəqin ki, yuxarıda başlıqda görürsünüz. Həm də burada video içərisində göstərəcəm sizə zonaları. İmtahan tarixi deməli oldu 9 mart, bir də 15 mart. Əslində həmişə də bu civarlarda olurdu. Yəni çox təəccüblü deyildi. Əsasən fikir verəm uşaqlar imtahan tarixi çıxandan sonra daha da stressli olurlar. Halbuki bir şey dəyişməyib. Yəni sizə fevralın 22-si demədilər ki, stresslənirsiniz. Rahat olun, bir dəyişik bir şey yoxdur əslində. Hamısı yəni öz normasındadır, öz qaydasındadır. Bu stresi yaşamaq lazım deyil. Uşaqlar mən çünki hiss edirəm, imtahan tarixi çıxır və nəsə etməliyəmmiş kimi bir hissləri var, amma nəsə etməyə ehtiyac yoxdur. Yəni olduğu kimi davam edə bilərsiniz. Sınaqlar istifadə edə bilərsiniz. Təbii ki, bizim sınaqlar qrupu da var, onu da bilirsiniz. Ancaq riyaziyyatdır. Başqa sınaqlar qrupuna qoşula bilərsiniz, sınaqlardan istifadə edə bilərsiniz. Yaxud mütəmadi təkrarlaya bilərsiniz, amma əlavə nəsə etməliyəm, imtahan tarixi çıxdı, nəsə etməli deyilsiniz. O cəhətdən narahat olmayın, bu təlaşı da yaşamayın, ehtiyac yoxdur. Bunu deyim ən azından ki, uşaqlarda o qorxunu görürəm deyə. Nəsə etməliyəm duyğusu insanı bəzən yorur. Gəldi bura. Buraxılış imtahan 9 mart, 15 mart və 19 aprel vaxtlarında keçiləcək. Təbii ki, burada bizə nələri veriblər, zonaları veriblər. Burada fikir verin. Rayon, şəhər axtarın, tapın. Nə lazımsa buradan görə bilərsiniz. Kifayətdir yəqin ki, bununla bağlı. Nə danışım da, tarixlə bağlı bunu danışsam kifayətdir. Qalan məsələlər isə nə olacaq? Biz indi gəlin imtahan suallarına baxaq. 19 apreldə var bu arada, onda baxın. Eksternat. Bunu buradan sildik. Biz başlayaq o suallarımıza. Suallar çox çətin deyil əslində. Düzdür, buraxılışda əsasən çox asan suallar da olur. Elə model suallar niyə buraxılış səviyyəsində deyil deyirik? Ona görə ki, buraxılış imtahanında çox sadə suallar da olur. Yəni şifahi tapacağın suallar. Amma model suallarda hər bölmədən bir sual var deyə o sualı biraz ortabab və çox asan olmayan bir sual kimi verirlər. Bu təbii ki, normaldır. Mən də sınaq hazırlayanda heç bir bölməni boşa vermək istəmirəm. Məsələn, deyək ki, trigonometrik tənlikdən bir sual varsa, onu çox asan eləmərəm. Çünki o tənlik sualı, onu yaxşı bilməlisən. Yaxud deyək ki, məsələn, loqaritmik bir sual var, loqaritmadan, loqaritmik tənlik yaxud da üstü tənlik və s. Nəsə çalışıram ki, maraqlı bir sual istifadə edeyim. Ona görə çox sadə sual salmırlar sınaqlara. Model suallar da bu cürdür. Yəni düşünməyin ki, imtahan da belə 25-i də çətin olacaq, ya da orta olacaq. Çox asan suallar da olacaq. Hardasa bir 7-8 sual çox su kimi olur. Onu da deyim. Başlayaq biz suallarımıza. Birinci sualda bizə deyir ki, 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. Məsələn, ədədimiz olsun 6A, B üstü xətt. Təkliyi onluğu bilmirəm deyə 100-dəyə bir 6 yazdım. Bu rəqəmi ədədin əvvəlindən silib sonuna yazdıqda, yəni AB 6 olsun bu artıq. 6-nı oradan sildim, axıra yazdım. Yazdıqda ədəd 369 vahid azalar. İndi bu ədəd azalıbsa əgər, deməli mən nə başa düşdüm? Onda biz sonraki ədədə təzədən 369 əlavə etsək, nəyi alarıq? Əvvəlki ədədi alarıq. Çünki ədəd nə oldu? Azaldı. Artıq mən başa düşdüm ki, ədədimiz azalıb. Çünki niyə? 6-nı axıra gətirdim və yeni ədəd özü deyirdi onsuz da. Azalar deyil, bunu deyir. Üzərinə gəldiyi zaman əvvəlki ədədi bizə verəcək. Onda mən bunu sola atsam nə olar? 6AB üstü xətt çıxılsın AB 6 üstü xətt bərabər 369. İndi bunu açmaq olar. 610A üstəgəl B, 100A 10B 6 kimi. Elə də yazaram istəsəz. Bir də belə gəlin yazaq. Bu daha yaxşı yoldur çünki. Çıxılsın AB 6. Çıxdığımız zaman nə alınıb? 369 alınıb. Baxın, biz nədən 6 çıxsa 9 alarıq? 15-dən. Haradan tapdım? 6 üstəgəl 9. B burada 15 ola bilməz. Deməli, B 5 imiş ki, 5-dən 6 çıxa bilməmişəm. Sonra nə etmişəm bəs? Borc almışam. Düzdür, borc burada biraz qəribə səslənsə də borc alırıq. Həmişə elə deyir uşaqlıqdan. Borc aldıq, bu oldu 15. Və B-nin 5 olduğunu artıq bildim də B 5-dir. Burada 5 yazdım. Burada 5 yazdım. B-ni tapdıq məsələn. Bu da böyük bir işdir əslində. Baxma. B-ni tapdıq. 6-dan 5 çıxa bilmədim. Borcu aldım. 15-dən çıxdım. 9 qaldı. İndi borc almışdım deyə. Təzədən 6 üstəgəl 5 11-dir. Onda A1-dir deməyəcəm. A2 imiş. Çünki niyə? 1-in borc aldın. 1 qaldı. Oradan 1 borc aldın. 11 çıx 5 6 qaldı. Onda A burada oldu 2. A2 olduğu zaman da 12-dən 5, daha doğrusu 11-dən 1 getdi. 11-dən 5 çıxdım 6. Burada 5 qalmışdı. 5-dən təzədən 2 çıxanda cavab 3 oldu. Bəli, düzdür. Deməli 2 5, o da 6. Verilmiş ədədin rəqəmlər cəmini tapın. 6, A-mız 2 oldu, B-miz 5 oldu. Toplasaq nə olacaq?
7-13 mü oldu? C variantı. Mənim başqa yolu varmı? Var. Bunu aça bilərsiniz. Mən burada geniş-geniş izah verəcəm inşallah suallara. Bəzən biri deyir müəllim çox uzun izah verirsiniz, bəzən biri deyir müəllim çox tez keçdiniz. Mən bütün suallara ətraflı izah verirəm. İndi sənə asansa baxma, keç o biri suala. Yəni mən belə məntiqsizcə görməmişəm. Uzun izah edir. Baxma da, yəni məcbur deyilsən axıra qədər baxasan. Başa düşə bilməyənlər üçün belə uzun izah edirəm. 10A üzərinə gəl B. O deyir xoşun gəlmir baxma. TikTok canlı cümləsi. Üstə gəl 6 bərabər 369. 100A 10B və 6. İndi gəlin burada hesablayaq görək nə başımıza gələcək. 600 üzərinə gəl 10A üzərinə gəl B çıxılsın 100A çıx 10B çıx 6 bərabər 369. Məsələn bunun da gözəl üsulu var əslində. Burada bir dənə AB var, burada 10 dənə AB var. O cürdə baxa bilərsiniz. O daha yaxşıdır. Çünki 10 dənə AB niyyədir? 100A üstə gəl və B yazdığın zaman 10B bu əslində 10-u ortaq çıxarsan 10A üstə gəl B 10 dənə AB deməkdir əslində. Amma bunu uşaqlar çox zaman başa düşmür deyə mən elə bu cür deyim. Birinci burada 600-dən çıxdım 6-nı. Çıxaq istəyirsiniz. 594 qalsın burada. 10A var, çıxdım 100A-nı, mənfi 90A oldu. B çıx 10B, mənfi 9B oldu. Bərabər 369. Ondan sonra hamısı 9-a bölünürmü? Deyəsən hamısı 9-a bölünür. 54, bəli. Hamısını 9-a bölək. Hər tərəfi 9-a bölürəm. 594-ü böldüm 9-a və 9-a bölürəm. Oldu deməli 54 bölünür 6 dəfə, 54 66 dəfə. Əla. 90-ı böldüm 10A. Siz lövhəni görürsünüz. Bir anlıq qorxdum. Elə bildim məni görürsünüz. Ekranda qalmışıq. 9-a böldüm 9B-ni. B qaldı. Bir də 369-u belə 41 oldu. Asanlıq üçün belə edirəm. Sən bunu eləməyə də bilərsən mənim dəyərli dostum. Buradan nə elədik? Böldük hamısını 9-a 41. Əla. İndi 66. Mənfini ortaq çıxarsan 10A üstə gəl B bərabər 41. 10A üstə gəl B nədir əslində uşaqlar? Bu AB üstü xətt deməkdir. Bərabər 41. AB üstü xətt nə oldu? 41-i AB-ni ora apar, 41-i buraya gətir. Çıx 41 bizə nəyi verdi? 25-i verdi. AB də 25 olduğu zaman baxın bura 25 yaz. 625 yenə cəmlədin 13 oldu. O biri yol daha yaxşıdır. Birinci onu dedim, sonra da bu yol dedim. Bu yol müəllim uzun imiş. Bu yolla yazma. O biri yolla yaz. Hər şeyi də biz mi deyək? Bizə deyir ki, abituriyent kitabın 30%. Siz yəqin ki, buranı görürsünüzmü görəsən? Deyəsən görürsən. Bu səviyyədə görürsünüz. Görməsə də biraz aşağı çəkib göstərir, sonra gəlir yuxarı. Kitabın 30%-nin, sonra isə qalan hissəsinin 25%-ni oxuduqdan sonra 210 səhifə qalarsa. Mən deyirəm kitab 100% olsun. Kitab 100%-də oxumaq üçün. 30% getdi, qaldı 70%. Burada razıyıq yəqin ki. Sonra isə qalan hissəsinin 25%-ni oxuduqdan sonra. 70%-ni də uşaqlar 25%-ni oxuyubsa neçə faizi qalar? 75%. Bu 100%-in hissəsi deyil ha. 100%-in 30%-i getdi. Qaldı 70%. Sonra 70%-in 25%-ni oxudu, qaldı 75%. 25%-ni oxumusansa, necə ki burada 30%-i oxumuşdu, 70 qalmışdı. Burada da həmin 70-in 25%-ni oxuduğu zaman 75%-i qalır. Mən də 70%-i vuram %75-ə. Yəni 75-ə vurub 100-ə bölərəm ki, 75%-ni tapım. Bundan bu qədər oldu 4-də 3. 3-ü vurdum, 210 bölünsün 4. 210 bölünsün 4%-i qaldı. 100%-dən 210 bölünsün 4%-i qalıb. Oxuduqdan sonra 210 səhifə qalarsa, gözəl verilib. 210 səhifə qaldı. Demək ki, bu faiz 210-a uyğun imiş. 210 bölünsün 4%, 210-a uyğun imiş. Onda bizim cavabımız olacaq burada 400. Hardan bildim? Baxın, 4-də 1%-ə 1 uyğundur əslində. Hər tərəfi 210-a bölsəz, yəni belə necə deyim onu? Faiz necə verilib bizə? 4-də 210. Bu nəyə uyğundur? 210-a uyğundur. Deməli nəyə vurublar? 4-ə vurublar. Sən 100% götürmüşdün, elə deyilmi? Nəyə vuracaqsan? 4-ə vuracaq. 400 səhifə var imiş. Yəni 1%-ə 4 yerləşir, 4 səhifə yerləşir. Kitabın 1%-i 4 səhifədir. 100%-i 400 səhifə. Təbii ki, burada tənasüb deyəcəm. Narahat olmayın. Həm belə düşünə bilərsiniz. Faizinə görə ədəd tapmaq. Deyirəm ki, əgər bu faizə 210 uyğundursa, faizinə görə ədəd tapanda biz nə edirdik? Ədədi 100-ə vurub faiz göstərən ədədə bölürdük. 210'un 210 getdi, 4 qalxdı yuxarı 400 oldu. Bu bir yol. O bir yoldur, bu ikinci yol olsun. Üçüncü yol. 210 bölü 4 faiz 210'a uyğundursa, 100%'də x uyğun olsun. Çünki tənasüb var da burada. Çarpaz vuraq getsin görək nə gəlir başımıza. 210 böl 4 vur x bərabər 100 vurulsun 210. 210'lar getdi.
x bölü 4 bərabər 100-də, yəni x tapdıq 400. Bu da sizə üçüncü yol. Ümid edirəm, başa düşdük. Gəldi bura. Çevrədə həmişə belə bir sual düşür. Məsələn, buraxıcı da belə bir sual düşmüşdü. O mərkəzli çevrəyə AB toxunanı və AD kəsəni çəkilmişdir. Ümumiyyətlə, toxunan və mərkəz varsa, istər-istəməz mən ora OB-ni çəkmək istəyirəm. İstəyirəm ki, onu B-yə birləşdirim. Burada bir 90 dərəcə alınsın. Bu benim şahsi fikrim. İndi istəyirsən sən başqa cür yaz. Mən belə yazacağım. Var mı bana yan baxan? Bunu bura birləşdirdik. Bura 90 dərəcə oldu mu? Oldu. Bax, OC ilə də OB bərabərdir. Çünki hər ikisi radiusdur. ASB 110 dərəcə. Bura 110 dərəcəymiş. Olsun. Başqa nə bilirik burada? 90 dərəcəni bilirdik. Əla. İndi burada uşaqlar bir məsələ var da. Bura 110-dursa qonşusu nə oldu? 70 dərəcə. Bura 70, bura 70. Elə deyilmi? İndi burada bir neçə yoldan gedə bilərsən. Məsələn, deyə bilərsən ki, bura bütöv müəllim 90 idi. Bura 70 dedirsə, bura 20 qaldı. Yəni ABC 20 qaldı. Çünki niyə? AB o 90 idi, 70 orada, 20 qaldı burada. Ondan sonra deyəcək ki, müəllim burada bir alfa deyək. Alfa üstəgəli 110, üstəgəli 20 bərabər 180. Buradan alfa bərabər 180 çıxılsın. Toplasan neçə olur? 130. Çıxanda qaldı mı sizə 50 dərəcə? Bəli, cavabımız 50 oldu. Başqa bir deyək ki, müəllim, mən oradan getmədim. Mən buradan getdim. 110-u niyə sildim ki? Düzdür, 110-a ehtiyac yoxdur, amma 20-ni buradan silək. Tutaq ki, 20-ni istifadə eləmirik. Başqa bir deyək ki, müəllim, mən buranı tapdım. 70-70. Bu elə də 140, bura 40 qaldı. Bura 40-dır, bura 90-dır. ABS-nin bir bucağı 90. Çünki B bucağı düz bucaqdır. Bir bucağı 90, bir bucağı 40. Nə qaldı bura? 50 dərəcə qaldı. Yenə də Y vardı. Başqa da üsullar yoxlaya bilərsiniz. Təbii ki, müxtəlif üsulları var bu sualların. Bərabərliyini ödəyən A və B tam ədədləri üçün bu ifadəsinin qiymətini tapın deyir. Gəlin tapaq. Birinci 72-ni yazaram 36 vurulsun 2 kök altında. 50-ni yazaram 2 vurulsun 25. 27-ni yazaram 3 vurulsun 9 kimi. Baxın 36-dan nə çıxdı? 6 çıxdı. 2 qaldı kökün altında. 25-dən 5 çıxdı. 2 qaldı kökün altında. 27 idi. 9-dan 3 çıxdı. 3 qaldı kökün altında. Bura qalsın hələ ki. 6 dənə kökdəkdən 1-in çıxanda, 5-in çıxanda daha doğrusu 1-i qaldı. Bu da 3 kökdə 3. Bərabər oldu. A kökdə 2. Üzərinə gəl B kökdə 3. Əla. İndi burada bizə deyir ki, A və B tam ədədlərdir. Bəli, onda artıq başqa şansımız yoxdur. Burada A kökdə 2-nin əmsalı burada nədir? 1-dir. A 1 olmalıdır. Bu şərti verməlidir amma təbii ki. Burada B var idi. B də nə olmalıdır? Kökdə 3-ün əmsalı, bu da 3 olmalıdır. Deməli, A kökdə 2, kökdə 2, A deməli 1 imiş, bunlar bərabərdirsə, B kökdə 3, 3 kökdə 3, B deməli 3. Kimsə deyə bilər ki, mənim burada axı sonsuz dənə hal var. Mən orada A-ya və B-yə başqa qiymətlər verib, yenə o cəmi bura gətirə bilərəm. Amma A və B tam ədədlərdir. Başqa qiymətlər verə bilməzsiniz. 3 vurulsun, A-mız 1, B-miz 3, A-mız oldu mu sizə 6. Y variantı. İndi var o günəki burada biraz hesablamada problem yaşayaq. 7000 nəfər Koroğlunun dəlilləri, 7777 nəfər. Müəllim orada Y-di, amma siz D yazdınız. Hiç mi bir şey bilmiyorsunuz? A və B rəqəmləri üçün bu ifadəsinin qiymətlidir, tapın. Neyniyək? Birinci burada A var uşaqlar. Bu dövrdə B demək deyilmi? 9-da B yazaram bura, üstə gəl. Bu da dövrdədirsə, nə yazırdıq? 9-da A yazırdıq. Məxrəclə bir işimiz yoxdur. Sonra yuxarıda 9-u A-ya vurub üzərinə B gəlirdik. 9A üstə gəl B. Burada isə 9-u B-yə vurub üzərinə A gəlirik. Burada A üstə gəl B var. Sürətdə fikir versəz 9 hər ikisi üçün ortaqdır məxrəc olaraq. 9A üstə gəl A. 10A oldu. 9B üstə gəl B. Bu da 10B oldu. Buradan da A üstə gəl B. Əslində topla buna uyğun sual var. Biraz fərqli də olsa buna uyğundur. Nə edəcəm burada uşaqlar? 9-da 10-u ortaq çıxaracam, qalacaq A üstə gəl B. Elə deyilmi? Ya da məsələn belə deyim, daha uyğun olsun uşaqlara. Demişdi ki, sürətin məxrəci məxrəcə düşür. Düşdü məxrəcə. Burada A üstə gəl B var idi. Sürətin sürəti ilə sürətdə qalır. Onu ortaq çıxaranda qalır A üstə gəl B. Bunlar da getdiyi zaman nə oldu? 10 bölünsün 9. Onu bölüblərmi? Bölməyiblər. Doğru cavabımız D variantı. Bölə də bilərdi. 1,9'da 1 də deyə bilərdi. Tərəfi 7 olan düzgün altı bucaqlığın böyük diaqonalının cəmini tapın. Nə qədər böyük diaqonal var? 3 dənə. 3 dənə D böyük var. 1D böyük nəyə bərabərdir? Tərəfin 2 mislinə. Bunu belə göstərim uşaqlar sizə. Bilməyənlər üçün, bilənlər üçün təkrar olsun. Bilməyənlər də öyrənsin.
Tutaq ki, bu düzgün altı bucaqlıdır. Bir şahid gerek, amma inanaq. Bu bizim bir diaqonalımız. Bu bizim digər diaqonalımız. Bu da bizim üçüncü ən böyük diaqonalımız. Deməli, 3 böyük diaqonal, həm də bunlar simmetriya oxudur. Simmetriya oxu nə oldu? Fiquru tam olaraq böldü. Tam ortadan keçdi, böldüyün zaman deyə bilərsən, müəllim, bu da axı simmetriya oxudur, bu da simmetriya oxudur. Yarıdan keçir və perpendikulyar, amma o diaqonal olmadığı üçün bizə lazım deyil. Normalda hər bir düzgün fiqurun, düzgün çoxbucaqlının nə qədər simmetriya oxu var? Tərəflərinin sayı qədər. Məsələn, bərabər tərəfli 3 bucağın 3 dənə simmetriya oxu var. Kvadrat düzgün 4 bucaqlı olduğu üçün 4 dənə. Düzgün 6 bucaqlı 6 dənə. 3-ü simmetriya oxlarından 3-ü nə oldu? Böyük diaqonallar, 3-ü də ki, perpendikulyar və yarı bölən xəttlər. Razıyıqmı? Razıyıq, bəli. Burada bərabər tərəfli 3 bucaqlar da hamısı. Məsələn, bura A, bura A-dırsa, burada A olur. Bura A, hamısı A bütün buradakı parçalar. Çünki bərabər tərəfli 3 bucaqlar yaranmalıdır. Buradan fikir versə 2A var. Burada bucaqlar nə qədər bunları isbat eləmək olur təbii ki, amma uzatmayacağım. D bərabərdir 2A. Böyük diaqonal üçün. Tərəfimiz də 7 olduğu üçün 2 dəfə 7 14 oldu mu? Bəli. 3 dənə varsa bundan, onda 3 dəfə 14 neçə olacaq? 42. D variantı. Məsələ bitdi. Təbii ki, bu sualları əvvəlcə özünüz düşünsəz daha yaxşıdır. Sonra mən izah edeyim. Gəldi 7-ci suala. A kvadrat çıx 4 bölünsün A çıx 2. Əvvəlcə yuxarını vuruqlara ayıraq. A çıx 2, A üstə gəl 2. Bölünsün A çıx 2. Ondan sonra isə çıxılsın. Yuxarıda A kub çıx 8-i. 8-ə 2-nin kubu kimi baxsam, kublar fərqli olaraq açaram bunu. A çıx 2, A-nın kvadratı. 2A üzərinə gəl 4. Bir də baxıram ki, eynisi harada var? Məxrəcdə varmış. Bunlar gedər. Bunlar gedər. A üstə gəl 2 çıxılsın, A çıxılsın 2. A üstə gəl 2 çıx, A üstə gəl 2. A-lar islah getdi, qaldı burada 4B variantı. Çətin deyildi. Maraqlı bir üçbucaq sualına gəldik. Burada uşaqlar nə deyir bizə? D-yə deyir 5-dir, DF 3-dür. Burada belə bir teoremimiz var bizim. Onu bir dənə deyək, sonra isbat edək. Ümumiyyətlə bir nöqtədən bərabər yanlı üçbucaqda 2 dənə belə perpendikulyar çıxıbsa yan tərəflərə, bizim yan tərəfə çəkdiyimiz bu hündürlük nə olur? Bu ikisinin cəmi olur. Yəni bu hündürlük 8-dir. Bu da 8 olduğu zaman burada 45 olduğunda 45, 45, 90 da 90'ın qarşı nə oldu? 8 kökdə 2. İndi bunu ispat edeyim sonra. Yəni bunu bilməlisən. Bu məlumat səndə olmalıdır ki, bunu yaza biləsən. Amma bunsuz da bunu eləmək olar təbii ki. Gəlin bunu bir dənə göstərim. Belə bir bərabər yanlı üçbucağımız var deyək ki. Bərabər yanlıdır. Bunu buradan belə çəkdik. Bir dənə nöqtə götür. Buradan bura məsafə x olsun. Bundan bura məsafə də y olsun. Bizim iddiamız budur ki, bu məsafə x üstə gəl y-dir. Bunu ispat eləməliyik. Bu bərabər yanlı olduğu üçün bura A-dırsa, burada A-dır. Bu da bizim yekun hündürlüyümüz. Yəni bu hündürlükdür əslində bu parça. Onlar hündürlükdür. Onlar sadəcə oturacaq üzərinə götürdüyümüz bir nöqtədən yan tərəfə endirilmiş perpendikulyarlardır. Bu isə hündürlükdür. Yan tərəfə endirilmiş hündürlük. Biz deyirik ki, burada h bərabər x üstə gəl y olur. Ola bilər. Baxaq. Birinci məsələ. Biz bunu belə bölə bilərik də. Və belə bölürəm bunu. Sadə bir ispat var əslində, narahat olmayın. Və bu üçgenin sahəsi nə oldu bizdə? A vurulsun x bölünsün 2 mənim. Bəs bunun sahəsi nə oldu? Üstə gəl. A vur y bölünsün 2. Bu ikisinin sahələr cəmi bizə nə verdi? Yekun sahəni verdi. Yekun sahəni mən necə tapa bilərəm? Bura bir perpendikulyar endirib. Deyərəm ki, bu hündürlüyümüzdür bizim. Buna bir h deyərəm. Bu vur A bölünsün 2. Razıyıqmı? Razıyıq. Çünki hündürlüyü vurdun tərəfə böldün 2 sənə sahəni verdi. O tərəfə endirilmiş hündürlükdən söhbət gedir. İndi burada fikir verin. A bölü 2, A bölü 2. Hər tərəfdən A bölü 2'lər getsə nə qalır? X üstə gəl y bərabər h. Hər tərəfdən necə A bölü 2'lər getdi? Hər tərəfi vurdun 2'də A'ya. Buranda vur 2'də A'ya, buranda vur 2'də A'ya. Bunlar 2'də A'ya yox, çox özür istəyirəm. A'da 2'yə vur. A'da 2'yə vur ki, getsinlər. Bəli, məsələn, bunu bura vurduğumuz zaman 2 ilə 2, A ilə A getdi, bura vurduğumuz zaman getdi. Məsələ bitdi. İndi anlamayanlar üçün bir də belə də qoy deyim. Ürəyim soyumadı. Çünki qəşəng bir isbatdır. Axırda müəllim buranı anlamadım desəz, biabırçılıq. Ora qədər anlamışsa, oranı anlamamışsa. Deməli, A bölü 2'ni ortaq çıxartdım. Qaldı burada x üstə gəl y. Burada A bölü 2 vurulsun h var. H ayrıca yazdım.
Hər tərəfi A bölü 2-yə bölmək olarmı? Olar. X üstəgəl y bərabər H. Mən də bunu istifadə edib dedim ki, bu ikisinin cəmi 5 üstəgəl 3 bu hündürlüyə bərabərdir 8. Bunu deyən kimi də burada 45-i bizə boşuna verməyib. Burada 45 oldu avtom. Çünki bu 90 da. 90, 45, 45. 45-in qarşısı 8 olduğu zaman 90-ın qarşısı buna kökdə 2 dəfə böyük olur. Bu qədər sadə. Burada həngaməyə ehtiyac yoxdur. Və bir dənə teoremi biləndə gör nə qədər işiniz asan olur. Deyir, bu təyini ilə verilmiş çevrə 5-1 nöqtəsindən keçir. İndi bu keçirsə uşaqlar biz nə düşünəcəyik? Deməli sən bilirsən ki, bir nöqtəni bizə məsələn A nöqtəsini x, y formasında verir. Yəni birinci komponent x olur, ikinci komponent y olur. Təşkil edici deyirik biz buna. Təşkil edici. Danışa bilsəm qəşəng olacaq əslində. Biraz su için. Boğazımız qurur. Hələ 9-dayıq. Bunun gör nə qədər sual var. Deməli burada bizim işimiz də çətindir. Videonu bəyənməyi unutmayın. Ağlayırdı. X-in yerinə 5 yazıram. 5-in kvadratı. 4 vurulsun 5 üzərinə gəl. Y-in kvadratı A vurulsun 1 təzdən 12. Nə elədim? X-in yerinə 5 yazdım, Y-in yerinə 1 yazdım. Çünki çevrə bu nöqtəsindən keçir. Bu nöqtə onun üzərində deməli. Yəni o tənliyi ödəməlidir. Nöqtə əgər bunun üzərindədirsə. Burada aldım 25 çıx 20. Üzərinə gəl 1, üzərinə gəl A çıxılsın 12 bərabər 0. Buradan A-nı tapsaq qəşəng olacaq. Çıxdım 4 oldu, 1 gəldim 5 oldu. Çıxdım 7 bərabər 0, A bərabər 7 oldu. Düz dedim mi? 25 çıx, deməli orada 1 var, A var, çıx 12. 5, 6, mənfi 6 oldu. A 6 imiş. A-nın yerinə 6 yazırıq. Buraya qədər anladıq yəqin ki. Buraya qədər anladınız mı? A 6'dır. 6y. 6 birə A lazım dedi, A getdi. İndi nə edirəm? Buradan tam kvadrat yaratmağa çalışacağım. Üstəgəl nə olsa bu tam kvadrat olur. Çünki radius soruşur axı. Yəqin şərtdə görürsünüz, radius soruşur. Deyərsiniz ki, müəllim, mənfi 4-ü yarı böldüm, mənfi yüksəldin kvadratda 4. 4 çatışmır. Təzədən 4-ü çıxıram. Çünki özümdən 4 gəldi. Sonra y kvadrat üzərinə gəl 6y. Yenə bunun tam kvadrat olması üçün, yəni bir mötərizə kvadrat olması üçün nə deyirəm? Deyirəm ki, 6-nı yarı böl, 3 yüksəlt kvadrat 9. 9 olmalıdır. Özümdən 9 yazdığım üçün 9 çıxırım. Bərabər 0. Bu bizə nəyi verdi? X çıxılsın 2-nin xaricdən kvadratı. Bunu atdım. Bu bizə nə atdım deyə aşağı yazıram da atmadım. Sadəcə bizi çaşdırmasın deyə. Nə qaldı? Mənfi 4, mənfi 9, mənfi 12. Bu elə deyilmi? Mənfi 25. Attın sağa nə oldu? Müsbət 25 oldu. Biz də bilirik ki, çevrə bizə necə verilir? X çıxılsın A-nın kvadratı, Y çıxılsın B-nin kvadratı bərabər radiusun kvadratı. Razıyıq mı? Bəli. Bax, buradakı A və B nə idi? Çevrənin mərkəzinin koordinatları, R-dəki onun radiusudur, R-dir də. İndi buradan mərkəzimizin koordinatları 2, mənfi 3 oldu. Burada üstəgəlmə var. Radiusumuz nə oldu? Bu 5-in kvadratı olduğu üçün radiusumuz da 5 oldu. Bu da elə 5-i soruşurdu A variantı. Ümid edirəm başa düşdük. Hə, bu gözəl sualdır. Burada uşaqlar bucağın çox bir önəmi yoxdur əslində. Yəni orada müəllim 9 dərəcə verib biz 9 dərəcəni tapa bilmirik. Sənə kim deyir ki 9 dərəcəni tap? Adam əsəbləşdirsə. Orada sənə sadəcə deyir ki bunu sadələşdir. Biz də gəlin nə edək uşaqlar? Birinci, məsələn bu sizə mürəkkəb görünürsə, qardaşımız sizin üçün, müəllim sizin üçün nə edəsin? Buna bir nə deyək? Kosinus x deyək. Onda kosinus 18 dərəcə nə olacaq? Kosinus 2x olacaq. Eynən də sinus üçün. Məsələn bu y olsa, əslində x olacaq da bu. Yəni y niyə olsun ki? Biz 9-a x dedik sanki. Bu da onda x olacaq, bu da 2x olacaq. Yəni biz bunu belə yaza bilərik. 9-a x də kosinus x üzərinə gəl kosinus 2x. Düzdür, bunu demədən də eləmək olar. Sadəcə özüm indi asanlıq üçün belə yazıram. Üstə gəl sinus 2x. Əla. Sonra aşağıda nə edəcəm? Bu məlum məsələ. 2 sinus 2x nəyə bərabərdir? 2 sinus x kosinus x. Bir zəhmət bunu bilin. Bu düsturlar çox vacib. 2 qat arqument düsturları çox vacibdir. Buradan ortaq vuruq çıxaracağım. Oradakı 1-i yoxa çıxarmaq üçün nə edə bilərik? Kosinus 2x-i 3 halda aça bilərsən. 1 yoxa çıxsın deyə mən belə açmaq istəyirəm. Düzdür, hamısı eyni şeyə gəlib çıxır. Mən belə açmaq istəyirəm. 2 kosinus kvadrat x çıxılsın 1. Niyə? Çünki 1-lər getsin. O niyə? Çünki biz ortaq vuruq çıxaracağıq. Bax, aşağıdan ortaq vuruq sinus x-i çıxartdığımız zaman nə qaldı? 1 üstə gəl 2 kosinus x qaldı. Razıyıq mı? Sinus x-i ortaq çıxartdım. 1 qaldı, oradan 2 kosinus x qaldı. Yuxarıda isə ancaq bunlar qalmışdı. Bu ikisindən də kosinus x-i ortaq çıxartdığımız zaman 1 üstə gəl 2 kosinus x oldu. Bunlar getdiyi zaman nə oldu? Kosinus x bölünsün sinus x. Bu da nə oldu? Kotangens x oldu. X bizdən nə idi?
9 dərəcə. Kotanges 9 dərəcə. Başa düşdüyümü? Ümid edirəm başa düşdük. Biraz çətin sualdır əslində, amma yəni çətin deyəndə çox da çətin deyil. Buna çox çətin demək olmaz. Buraxılışa daha sadə düşür adətən. Sizi çaşdırmayayım, amma narahat olanlar üçün deyim. Tənlinin köklərindən biri 4 olarsa, həmişə deyirik ki, əgər tənlinin kökü sənə verilibsə, götür onu yerində yaz. Ki sənə nəsə versin. Məsələn, burada x-in yerinə 4 yazsan, çünki 4 bunun köküdür axı. Yəni yerinə qoyduğun zaman doğru bərabərliyi alır. Nədir tənlinin kökü? Tənlini doğru bərabərliyə çevirən dəyişən qiymətlərinə biz nə deyirik? Tənlinin kökü deyirik. Dəyişəni tənliyi doğru bərabərliyə çevirən qiymətlərinə tənlinin kökü deyilir. Bu qədər sadə. Mən də yerinə yazdım. 4-ün kvadratı 2 vur 4 çıx n bərabər 0. Burada aldım 16 çıx 8 çıx n bərabər 0. Bu bizə verdi 8 çıx n bərabər 0. M-i burada hər bir vətəndaş 8 ala bilər. Burada problem yoxdur. Gətir onu da burada yerinə yaz. Oldu x kvadrat üzərinə gəl 8x çıx 20 bərabər 0. Bundan sonra da mənim əzizim nə edirsən? Görürsən müəllim V-dən hasili -20, cəmi -8. 2 və 10 mənə tanış gəldi. Cəmi -8 deyən ki, bunu mənfi götürdüm. 2 və -10 varmı burada? Var imiş. -10 və 2 mənim səhv tapdınız. Nəysə. Tövbə. -12. Elə deyənlər var axı. O şərh heç yadımdan çıxmır. Bir dəfə yazmışdım ki, x böyük 4. Cavabda 4 kiçik x verilmişdi. Eyni şeydir, x böyük 4. Deyir ki, müəllim səhv yazdınız. Yalandan niyə işarə edirsiniz? Düz tapmadınız axı. O uşağı tapacağım. Deməli, burada baxaq nədir bizə? Müstəvi üzərində ABC düzbucaqlı üçbucağının A düzbucaq təpəsindən müstəvi MA perpendikuları qaldırılmışdır. MD nə olub? BC perpendikular. 3 perpendikular teoremi burada var. 3 perpendikular teoremi bilmirsənsə mənim dəyərli dostum, nə edirsən? Çox vacib teoremdir ha. Topluda fəza bölməsində xeyli sualda bu istifadə olunur. Bilmirsənsə o gözəl barmaqlarla gir yaz YouTube-a. Leibniz Akademi 3 perpendikular teoremi, müəlliminiz onu da yaptı. Onu da izah eləmişəm. Həm orada kölgə ilə nə deməkdir o, həm qələmlərlə göstərmişəm və s. və ilaxır bir çox izahı var. Mütləq baxın, yəni vacib teoremdir. Boşuna izah eləməmişik YouTube-a. 12-yə baxaq. Burada indi bizə lazım olan nədir? 3 perpendikular teoremi. Nə idi 3 perpendikular teoremi? Birinci müəllim sizə bunu desin. Desən bu video 4 saat olacaq. İsbatlarla danışa. Bax burada bir nə düşün? Bir perpendikular düşün. A nöqtəsindən bura bir perpendikular endirdim. Bir mail düşün. Bura bir S olsun. 3 perpendikular teoremi bizə deyir ki, mailin oturacağından keçən düz xətt əgər mailə perpendikulardırsa, onun proyeksiyasına da perpendikulardır. Tərs teorem budur ki, mailin proyeksiyasına perpendikular olan düz xətt mailin özünə də perpendikulardır. Biri olduğu zaman o birində sən yazırsan. Bir perpendikular burada, biri orada, biri burada. 3 perpendikular teoremi. Adı oradan gəlib. İndi biz burada bunu istifadə eləyəcəyik. Baxın nə edirəm? A ilə D-ni birləşdirirəm. Bir MA perpendikuları var, bir MD maili var, bir də AD proyeksiyası. MA perpendikulardır, onsuz da o perpendikular verilib. Bunu bildik. Bu problem. Çünki MA perpendikuları qaldırılıb deyir. Digər tərəfdən fikir verin, növbəti perpendikular buradadır. Deyir ki, MD perpendikular BC-yə. Mail nə oldu? Düz xəttə perpendikular. Onda onun proyeksiyası da bura perpendikulardır. Razıyıqmı? Bəli, bu 3 perpendikular teoremidir. Anlamaq üçün mütləq o videoya baxın. B-də bizə 6 verilib. Sonra D-sə bizə 4 verilib. Bura bir H desən, H-ı tapa bilərsən. Nə verib başqa? AM-i bizə verib 2 kök 3. Nəyi soruşur? MD-ni soruşur. Tapacağıq, narahat olmayın. Bunu buradan silim. Hamısı mı silindi? Yoxsa? Yox, silinmədi. Baxın, burada bir düzbucaqlı üçbucaq var. A, B. Niyəsə bu videolarda çox özümü yaxşı hiss edirəm. Qəribə bir şeydir. Sırf abituriyent jurnalı çıxdığı zaman çox şən formada izah edirəm. Bunun səbəbini bilmirəm. Bəlkə də çox şagird görəcək və çox adam faydalanacaq. Danışa bilsəz mənim çox yaxşı müəllimsiniz. Faydalanacaqsınız demək istəyirdim. İnsanların konuşma problemləri ola bilir. Buradan bir hündürlük endirdik. Bura bir H-dır. Bura bir 4, bura 6 olsun. Burada H kvadrat nəyə bərabər idi? 4 vur 6. Yəni hündürlüyün kvadratı proyeksiyalar hasili. Nə zaman bu olur? Hər üç bucaqda harda gəldi yox. Düz bucaqlı üç bucaqda hipotenuza perpendikular endirdiyin zaman, yəni hündürlüyü endirdiyin zaman daha doğrusu, perpendikular çox geniş bir anlayışdır. A nöqtəsindən B-yə bir hündürlüyü endirdim. Onda burada proyeksiyalar, yəni kölgələr hasili, maillərin proyeksiyalar hasili bizə hündürlüyün kvadratını verir.
Bu da oldu nə? Qalsın belə. H kvadrat bərabər necə oldu? 24 oldu. Qalsın, problem yoxdur. Onda H nə olacaq? Kökdə 24 mənim. Əslində ehtiyac yox idi, amma deyirsənsə yazım. Bu oldu kökdə 24. İndi bu üçbucağa diqqətlə bax. Dəyərli dostum, bura diqqətlə bax. Bu necə bir üçbucaqdır? Göydədir, ha. Göydədir. Düzbucaqlı üçbucaqdır. Bir katetimiz var, digər katet var. Kökdə 24. Bizdən hipotenuzu soruşur. Bunu da bir zəhmət tap. Bunu da tapmırsansa, sənə ayrı bir video çəkək. Burada düzbucaqlı üçbucağımız var. Buranı bizə verib. 2 kökdə 3, kökdə 24. Burada 7 olacaq bu yəqin ki. 7 də yoxdur cavablarda. 6 olacaq daha doğrusu, 36 olur. Bunun kvadratı neçə olur? 12 olur. Bunun kvadratı 24 olur. Toplayanda 36 oldu. Müəlliminiz gördü. Quradıma bu bir şey biliyor. A variantı olacaq. Növbəti. Kompleks bilirsiniz ki bir hədiyyə bölmədir. Mütləq bu bölməni öyrənin. Çünki çox bir şey yoxdur. Öyrənəsə çox bir şey yoxdur. Çox az məlumat var. Yəqin ki mən də bunun izahını çəkərəm. Narahat olmayın. Amma siz YouTube'dan yenə də baxın. Mənə çox güvən olmaz. Z bərabərdir. 1 çıxılsın i. i üstü 17. Bunu müəllim burada sizə izah eləsin. Başqası deyil. i-nin qüvvətlərini müəllim sizə izah eləsin. i nə idi uşaqlar? X kvadrat bərabər mənfi 1-ə nə ediblər? Həll tapmaq istəyiblər. Baxırsan ki, bunun həlli yoxdur, boş çoxluq. Deyiblər ki, biz fərz edək ki, belə bir kök var. Bu bir xəyali kök olsun. Yəni, realda bu yoxdur. i-yə biz xəyali vahid deyəcək. Dərs izah eləməyəcəm, qısa narahat olmayın. Bilənlər tələsməsin. Qısa deyib keçirəm. Onda deyiblər, gəlin belə eləyək. Biz burada mənfi 1-ə deyək, i-nin kvadratı. Yəni, elə bir i vahidi var ki, onun kvadratı mənfi 1-dir. Müəllim, elə şey yoxdur. Bilirəm, yoxdur. Genişləndiriblər ki, xəyali bir ədəd var. Ondan sonra x olub, plus minus i. Burada problem yoxdur. İndi i var, i kvadrat var, i üstü 3 var, i üstü 4 var. i üstü 5 artıq təkrarlanma olacaq. i ilə işimiz yoxdur. Bu qalsın yerində. i kvadrat nə oldu? Mənfi 1 oldu. i-nin kubu onda nə olacaq? Qüvvətləri bilmək üçün deyirəm. i-nin kubu müəllim i kvadrat vur i olar. i kvadrat mənfi 1 idi. Mənfi 1 vur i. Yəni oldu bu mənfi i. i üstü 4 nədir bəs? Müəllim i üstü 4 də i kvadratın kvadratı olacaq. Bu da mənfi 1-in kvadratı müsbət 1 oldu. Davamı eyni şeydir. Məsələn, i üstü 5-i təzədən yaza bilərsən. i üstü 4 vur 1. O da bizə təzədən i-ni verəcək. i üstü 4 vur i. Bəli. O da bizə təzədən i-ni verəcək. i üstü 6 nə olacaq? i üstü 4 vur i kvadrat, yenə mənfi 1 verəcək. Yəni, daim təkrarlanır artıq. Onda biz nə deyə bilərik? Biz deyə bilərik ki, məsələn, i üstü 18-i bizdən soruşsa, biz bunu i üstü 16 vur, i üstü 2 yazarıq. Bu bizə 1-i verir. Çünki niyə? i üstü 4 1 idi. 4-ün istənilən qüvvəti 1 olacaq. Qaldı i kvadrat, yəni mənfi 1. Yəni, bu cür tapa bilərsiniz. Deməli, nə edirsiniz? Qüvvəti 4-ə bölürsünüz, atırsınız. Yalnız qalığı saxlayırsınız. Məsələn, bizim suala qaydaq. Z bərabər 1 çıx i. 1 üstə gəl. Bax, i üstü 17 nə olacaq? 4-ə böl, 1 qaldı. Böyle iyiymiş. 17'ni 4'e böldüm. 4 dəfə attım. Qalıq 1 qaldı. Qalıq lazımdır sənə. Sonra burada isə i üstü 19. Yenə 4'e böl. 16 getdi. 3 qaldı. O da bizə nəyi verir? Mənfiyini verir. Məsələ bitdi. Bütün məsələ buydu uşaqlar. Ondan sonra burada a minus b plus b 1'in kvadratı çıxılsın i'nin kvadratı. 1 çıx i. Buradan da i kvadrat mənfi 1'dir. Onda 1 çıxılsın mənfi 1. Oldu 1 çıx i vurulsun 2. Bunu da açsaq 2 çıx 2i. Həqiqi hissəsini tapın. Bizə ümumiyyətlə hocam bir kompleks ədəd a üstə gəl b i şəklində verilir. Bu onun həqiqi hissəsi, bu onun xəyali hissəsi. A-ya deyirlər real z. Real bildiyiniz real, yəni həqiqi sözü varsa yox. Müəllim ona zarafat. Bir də burada b nədir? Təsəvvür etdiyimiz, imaginary deyirlər buna. Z. Yəni onun xəyali hissəsi. Burada da həqiqi hissə 2'dir. Xəyali mənfi 2'dir. Bu arada kanala abunə olmağı unutmayın. Onu burada niyə dedim? Məsələn, əvvəldə desəm daha çox adam abunə olardı. Ona görə 100 min ola bilmirik 4 ildir. Harada deməli olduğumuzu bilsək. 14'ə baxaq. Bu bir ədədi silsilədir. Biz bilirik ki, ədədi silsilədə hər hansı bir hədd özündən bərabər məsafələrdə olan hədlərin ədədi ortasıdır.
Çarpaz vurduğumuz zaman A üstəgəl B bərabər 30. Həndəsi silsilədə isə hər hansı bir hədd özündən bərabər məsafədə olan həddlərin həndəsi ortasıdır. Burada ədədi orta, burada həndəsi orta. İndi biz buradan belə eləyəcəyik. Hətta məsələn bunu belə yazım. 12-nin kvartı bərabər A vurulsun B yazım. Çünki niyə? Sən bunu belə yazardın. Bərabər kök altında yazardın. Mən kök altı yazmıram. Daha sadə. 12-nin kvartı oldu. A vurulsun B. Bu da həndəsi orta deməkdir əslində. Məsələn, bax fikir verin, F-qridə nə yazırıq biz? Bura 90 dərəcə, bunu buraya indiririk. Bura H, bura M, bura N. Deyirik ki, hündürlük proyeksiyanın həndəsi ortasıdır. Bunu belə deyirlər. Proyeksiyanın hasili biraz çox da yaxşı deyiliş deyil əslində. Daha elmi belə deyirlər ki, hündürlüklə M və N, yəni proyeksiyalar həndəsi orta təşkil edir deyirlər. Daha qəşəng səslənir. Həndəsi orta. Bu bir şey biliyor kimi olursa. A vur B bərabər 144'ü bildik. Bizdən soruşulan ifadə nə idi? Görürsünüz buranı. A kvadrat B kvadrat cəmi. Bunu da uşaqlar köməkçi müxtəsərlə gedə bilərsiniz, yaxud da bunu yüksəldərsiniz kvadrata. Bunu belə yaza bilərəm. A üstəgəl B-nin kvadratı çıxılsın 2AB. Bu cəm 30 idi. 30'un kvadratı çıxılsın 2 dəfə 144. 900 çıxılsın 288. Şimdi burada səhv eləməyək. Müəllim onu səhv yazır. Necə olacaq? 700 612 mi oldu? Görəsən. 800 900. Ümid edirəm belə oldu. Gəlin bir də bunu bunsuz da deyim, köməkçi müxtəsərsiz. İlk olaraq dedik ki, A üstəgəl B bölü 15 çarpaz vurdum 30. Burada problem yoxdur. Bir də A vur B 100. Bəli. İndi burada bunu yüksəldirəm hər tərəfini kvadrata. Alıram A kvadrat üstəgəl 2AB üstəgəl B kvadrat bərabər 900. Axı A vur B-ni bilirəm. 144 idi. Onda A kvadratdan B kvadrat qaldı. 2 dəfə 144'ü attım sağa. 900 çıxılsın 2 dəfə 144. Bu da oldu 612. Məsələ bitmişdir. Düzgün dördbucaqlı piramidin oturacağının sahəsi budur, apofemi budur. Nə idi apofem uşaqlar? Apofem yan üzün hündürlüyüdür. Belə bir kvadratımız var. Fəzada təbii ki biz bunu rahat görə bilirik, amma müstəvidə kvadratı biraz əyirik, parallelogram kimi göstəririk. Buradan bir nöqtə götür. Piramid olduğu üçün düzəldəcəyik. Narahat olmayın. Bunu da belə götürək. Daha da yaxşı çəkilə bilərdi sanki. Eybi yox. Biraz da əymək olardı. Bu bizim kvadratımız. Oturacağının sahəsi 100'dür. Axı deyir düzgün dördbucaqlı piramidi. Təbii ki bunun oturacağı nə olmalıdır? Düzgün dördbucaqlı, yəni kvadratdır. 4 tərəfi də bərabərdir. Onda bura 10 oldu, bura 10 oldu və s. Bu kvadratdır. Düzgün dördbucaqlı adı üstündə. Apofem nə idi? Yan üzün hündürlüyü. Məsələn, bu hündürlüyü bizdə neçə imiş? 13 imiş. İndi bunun haqqı bütün yan tilləri də bərabərdir. Çünki düzgün dördbucaqlı piramidi haqqında məlumatınız varsa, onun yan tilləri də bərabər olur. Əla. Buradan bir perpendikular endirdim. Bunu bura birləşdirdim. Burada bir şeylər alacağıq. Həcmini sor. Çünki bizə hündürlük lazımdır həcm tapmaq üçün. İndi burada fikir versəniz uşaqlar. Axı biz demişdik ki, burada məsələn bir P olsun. AP ilə BP bərabərdir. Yəqin bundan xəbərimiz var. Yan tillər hamısı bərabərdir. AP ilə BP bərabərdirsə, APB bərabər yan üçbucaqdır. Bərabər yan üçbucaqda hündürlük həm də nə oldu? Median oldu. Onda bu 5-5 bölündü. Hətta heç bunu bilməsəz belə, bunun da 5 olacağını biz bilməliyik. Hardan? Bax, bu parça ilə bu parça eyni şeydir. Bura 90, bura 90. Çünki kvadrat var axı burada. Nə qədər hündürlük çəksin, hamısı bərabərdir. Onda buranın 5 olacağını biləcəyik. Bunlara ehtiyac yoxdur. Əlavə məlumat kimi dedim bunlar. Burada 13 bu düzbucaqlı üçbucaqda fikir verin. 13 var, 5 var, hündürlüyümüz 12 olacaq. Bir dənə burada hündürlük lazım idi bizə. Qalan şeylər onsuz da var. Bunu başa düşdünmü? Apofem var idi, pH deyim buna. Suyun pH dəyəri. pH'imiz var 13. Sonra burada B'si 10 olduğu üçün H'de də, H'de olmadı bu. H nə olsun? M olsun. D o tərəfdəydi. HM də nə oldu? 10 oldu təbii ki. Nə qədər elə hündürlük çəksən hamısı bərabərdir. O da 10 oldu. Hündürlüyü yarı böldü çünki yenə orada bir bərabər yan üçbucaq var. 5, 12, 13. Pifaqordan tapdım bu 12'ni. 169 çıx 25, 144 kök aldım 12 oldu. Artıq S bərabərdir. S yox, V. Həcmi axtarıq. V bərabərdir 3'də 1. S oturacaq vur H olduğunu hamımız bilirik. 3'də 1. S oturacaq 100'dür. Hündürlüyümüz də 12'dir. Bundan bu getdi 4 olur. Cavabımız oldu 400.
Məsələ bitmişdir. Ümid edirəm başa düşdük uşaqlar. 3də 1 S oturacaq vur H. 3də 1 oturacağımız sahəsi 100 idi. Hündürlüyümüz 12 oldu. Vurdum 4, 400 dedim. Gəldi bura. Deməli, burada uşaqlar nə edəcəyik? Baxırsınız ki, hamısında loqaritmalı ifadə eynidir. Onda mən bunları çevirsəm tərsinə nə olacaq? Hər şey yaxşı alınacaq. Çünki belə toplayanda vura bilmirəm məsələn. Amma tərsi çevirsəm daha yaxşı olar. Bunu çevirdim tərsinə. 2 loqaritma nə oldu burada? 80 əsasdan kökdə 2 oldu. Çevirdiyin zaman tərsinə nə olur? Sürətə qalxır da. Məsələn, biz deyirik ki, loqaritma A əsasdan B ilə B əsasdan A bir-birlərinin tərsidir. Ona görə loqaritma A əsasdan B bərabər 1 bölünsün loqaritma B əsasdan A. Bunu bilirsinizsə davamı rahatdır. Onda bu da eyni cür çevriləcək. Olacaq loqaritma 80 əsasdan 5. Bu da eyni cür. Burada amma nə var? 2-də 3 ilə bir işiniz yoxdur. Bu qalsın qarşıda. Sadəcə bu gəldi sürətə. 2-də 3 qaldı yerində. Bu oldu loqaritma 80 yox, 4. Yox, 80 əsasdan 4. 4 əsasdan 80 yox, 80 əsasdan 4 yazdıq. Bərabərdir. Burada uşaqlar işini ata bilərək bunun qüvvətinə. Olacaq loqaritma 80. Kökdəki üstü 2 isə bizə nə verəcək? 2 mi verəcək? Bəli. Kökdə 2 üstü 2. Üzərinə gəl. Bundan işimiz yoxdur. Üzərinə gəl. Yenə loqaritma 80 əsasdan 2-də 3'ü atdım 4'ün qüvvətinə. Qüvvəti atmaq olur da bunu da buradan yazın mı? A vurulsun loqaritma M əsasdan M varsa məsələn A'nı ata bilərsiniz M'in qüvvətinə. N üstü A yaza bilərsiniz. Qarşıya gəlir. Buradan da bəzi sadələşmələr apardıqdan sonra bunları vuracağıq. 80 əsasdan kökdə 2 üstü 2 bizə 2'ni verir. Kökdən çıxır. Loqaritma 80 əsasdan bu 5 oldu. Burada isə loqaritma 80 əsasdan 4 üstü 2'də 3 bizə nəyi verir uşaqlar? 4'ü yaz 2 üstü 2, qüvvətində yaz 2'də 3. Bu 2'lər getdiyi zaman 2 üstü 3 8 qaldı. Bu da 8'dir. Əla. Bu bərabər oldu nəyə? Loqaritma. Əsasımız eyni olduğu üçün loqaritmalı ifadələr vuruldu. 2 vur 5 vur 8. Bu da oldu loqaritma 80 əsasdan 80 cavabımız 1 oldu. Məsələ bitmişdir. 17. Tangens 4x bərabərdir. Kotangens 50 dərəcə yazmaqdansa, gəlin tangens 40 dərəcə yazaq. Çünki biz bilirdik ki, tamamlayıcı bucaqların sinusları kosinuslarına, kosinusları sinuslarına təbii ki, tangensləri kotangenslərinə, kotangensləri tangenslərinə bərabərdir. Bunun birini desən kifayətli onsuz, amma yenə də hər ehtimal deyirik. Alfa üstə beta bərabər 90 dərəcədirsə, sinus alfa bərabər kosinus beta. Nə deməkdir bu? Məsələn, sinus 12 nəyə bərabər ola bilər? Kosinus 12, 90'dan çıx 12'ni 80, 78 mi? Məsələn, tangens jobu keçərlidir. Tangens alfa bərabər kotangens beta. Məsələn, tangens 20 dərəcə nəyə bərabərdir? Kotangens 70'ə bərabərdir. 90'a tamamlansın. Tamamlayıcı bucaq nədir? 90'a tamamlanan bucaqlardır. Daha da qəşəng tərifi var. Uzatmıram. Bunu biləndən sonra mən artıq kotangens 50, 90 çıx 50, 40 olduğu üçün tangens 40 yaza bilərəm. Ondan sonra deyə bilərsiniz ki, mənim burada 4x var, burada 40 dərəcə var. Bunlar bərabər olar onda. Bəli, bir bərabər olar, amma bir dənə şey yaddan çıxarma ki, üzərində 180'in misillərin gəldiyin zamanda yenə bu bərabərlik pozulmayacaq. Elə deyilmi? Çünki sən deyirsən ki, tangens dövrü p'dir axı 180'dən bir eyni qiyməti alır. Ona görə mən deyirəm ki, əgər bu 40 dərəcə də olsa, eyni şeydir bizim. Üzərində 180 də gəlsən, eyni şeydir. Çünki tangens 1'də və 3'də müsbətdir. Elə deyil. Məsələn, burada belə bir vay içəriyə göstərim. 40 dərəcədə nə alırsa, yenə buradan bura gəldiyin zaman da eyni şey alır. Qiymət olaraq. Çünki niyə? Birinci rübdə və üçüncü rübdə eyni qiymətlər alır. Yəni, müsbət. 2'də və 4'də mənfi qiymətlər alır. Bunu biləndən sonra isə işimiz rahatdır. Birinci hər tərəfi 4'ə bölərəm. X bərabər 10 dərəcə, üzərinə gəl 45'in misilləri. Sonra başlayaq K-ya qiymətləri verməyə, amma baxaq haradaymış? 0 ilə 180 dərəcə arası. Onda biz K-ya mənfi qiymət verməyəcək. Mənfi 1 verməyə mənası yoxdur. K-ya birinci 0 verərəm, nə qaldı? 10 dərəcə. K-ya 1 verdim, nə oldu? 55 dərəcə. K-ya 2 verdim, nə oldu? 100 dərəcə. K-ya 3 verdim, 135, 145. Hocam nereye gidiyoruz? K'ya 4 verə bilməzsən. Çünki 4 versən 180'i aşdın.
Bu qiymətlərimiz var imiş bizim. Hamısını cəmləyək görək. 100 üstəgəl 10, 110, 55 üstəgəl 45, bu da 200 mü olur? Onda 310 olar yəqin ki. 145, 200, 210. Nöqtə cəmi 210-dur. 310. Müəllim 200 yox, 300. Səhv elədi orada. 18-ə gəldi. Ətrafa yaxınlaşırıq. Bu sual yoxdur, şəkil yoxdur daha doğrusu. Şəkili özümdən qoymuşam. Bunu birinci silim. Əvvəlcə bunu yazın istəyirsiniz, sonra baxın izaha. Burada bir məlumat verəcəm sizə. Uşaqların çoxu bunu bilmir. Şok. Uşaqların bilmədiyi bir sual. Deməli burada doğuran nə idi bizdə konusda uşaqlar? Düşünün ki, bizim bir düzbucaqlı üçbucağımız var. Düzbucaqlı üçbucaq bir katet ətrafında dönməyə başlayır. Burada POB düzbucaqlı üçbucaq bunu döndər. Döndüyü zaman nə olur? Bir konus yaranır. Və burada düzbucaqlı üçbucağın hipotenuzu doğuran adlanır. Bu doğurandır. Buna biz L deyirik. Doğuran. Sonra R burada radius. R nə oldu? Bu hansı katetin ki ətrafında fırlanıb? O katet hündürlüktür. Digər katet radiusdur. Alınmış dairənin radiusu. İndi biz bunu açdığımız zaman yandakı fiqur alınır. Yəni bunu belə kəstin deyək ki, açdın. Açdığın zaman nə oldu? Gördüyümüz fiqur alındı. İndi bu fiqur bir dairə sektorudur. Çünki bunun L doğuranları ki var, burada artıq radiusdur. Bunu kəstin, açdın, oturacağı ayırdın, qoydun kənara. Alınmış o yan səth ki var, onun sayısı PRL ilə tapılırdı. Belə bir dairə sektorudur. İndi biz burada nə deyə bilərik? Biz deyə bilərik ki, uşaqlar, burada əslində düstur da var. Nə deyə bilərik? Birinci, bu çevrə ki var, bu çevrə ilə eyni şeydir. Yəni, eyni şey nə mənada? Mən onu kəsdim, qoydum kənara. Kəsməmişdən qabaq o nə idi? Bir dairə idi. Onun ətrafı çevrə olur. Dairənin ətrafı çevrədir. Bir çevrə idi. Həmin çevrəni ayırdım, qoydum kənara. Amma o məsafə də çevrənin uzunluğudur. Çünki sən onu bura təzədən sarıyacaqsan, birləşdirəcəksən. İndi açmısan. Onda oradakı qövslə buradakı dairənin çevrəsi eyni şey deyilmi? Çevrənin uzunluğu dəyişmədi. O birləşdi idi, açdım. O həmin çevrə pozulmadı ki. Açmışam sadəcə. Kəsib yenə birlə, yenə çevrədir. Deməli, A, burada ikisi də A'dır mı? Bura B yazım, ya başqa bir şey yazım. Bura bir B yazaq, yaxşı. AB qövsünün uzunluğu bu çevrənin uzunluğuna bərabərdir. Gəlin biz buradan düstur çıxaraq başqa da bir yol deyərəm. Bu düstur amma unutmayın, vacibdir. Bu çevrənin uzunluğu hamı deyir ki, müəllim 2πr ilə tapılır. Problem yoxdur. Bəs bu qövsün uzunluğu necə tapılacaq? Deyərsiniz ki, müəllim, belə bir düsturumuz vardı, L qövs. 2πr vur alfa bölü 360 dərəcə. Razıyıqmı? Bəli. İndi bizim qövsümüzün uzunluğu L qövs. Biraz burada hərflər qarışacaq. 2pi radiusumuz L'dir. Mən buna artıq baxmıram. Bu dairə sektorunun radiusu nə oldu? Bir L oldu. Vurulsun. Alfa alfadır. Bölü 360 dərəcə. Razıyıqmı? Bəli. İndi aldığımız bu qövslə biz nəyi aldıq? Biz AB qövsün uzunluğunu tapdıq. L qövs nəyə verirdi sənə? Müəyyən bir bucaq verdiyi zaman həmin qövsün uzunluğunu tapa bilirdin. Bunu tapdım. Bu həm də bu çevrənin uzunluğuna bərabərdir. Onda mən bu ikisini bərabərləyə bilərəmmi? 2πr. Bu onun çıxarılışıdır uşaqlar. Bunu biləndən sonra artıq da hər dəfə bunu yazmayacaqsınız. Kiməsə bu qəribə gəlməsin. 2π'lər getdi. Belə bir şey aldım. R bərabər L vurulsun alfa bölü 360 dərəcə. Buradan da çox zaman nə edirlər? Məsələn, əslində belə qalsa yaxşıdır. L-i bəzən tapırlar və s. dəyişə bilər. Bu düstur nə oldu? Dairə sektoru alın. Nə zaman? Konusu açdığımız zaman fikir verin. Konusun yan səthinin görünürmü burada? Konusun yan səthinin açılışındakı sektorun mərkəzi bucağının dərəcə ölçüsü. Həmin bucağın dərəcə ölçüsü bu cür tapılır. Alfa, yəni sən konusun radiusunu bilməlisən, onun doğranını bilməlisən ki, həmin alfanı tapasan. Çox danışdım mən. İndi biz burada ASMR kanalında olduq. Nə edək? Doğranı oturacağından 4 dəfə böyükdür. Onda mən doğranın yerinə nə yazacağım? Oturacağın radiusundan 4 dəfə böyüksə 4 vurulsun R yazıram. Bərabər nədir burada? Alfa bölü 360. Buradan da L'lər getdi. 4 ilə 360 getdi. 90 qaldı. Nə aldıq? Burada sağda 1 qalmışdı. Burada alfa bölü 90 dərəcə. Alfa bərabər onda 90 dərəcə. Çarpaz vursaq. Cavabımız oldu 90 dərəcə. Yəni burada 90 dərəcəymiş əslində. Ümid edirəm bunu başa düşdük uşaqlar. Bir də belə bir yolda deyim sizə.
Radianın nə olduğunu bilirsiniz, heç bu qədər uzatmağa ehtiyac yoxdur. Bax, bu uzunluq nə qədər olmuşdu bizdə? Bəli, buradakı çevrənin uzunluğu da 2πr-dir. Onda alfa radian nəyə bərabərdir? Çevrənin həmin uzunluğu, qövsün uzunluğu 2πr bölünsün nəyə? Çevrənin radiusuna. Biz burada radiusa baxırıq sanki. Bir çevrəmiz var, radiusumuz L-dir, çevrə qövsün uzunluğu 2πr-dir. 2πr bölünsün L. Buradan da biz bir dənə nəyi bilirik? L 4R-dir. Onda bu radianla bizə verəcək cavabı. L'in yerinə 4R yazıram, bunlar gedir. Olur pi bölünsün 2. Bunu da bucağa çevirmək üçün pinin yerinə 180 dərəcə yazdım. Bölü 2 90 dərəcə. Dərəcəni yazmaq üçün daha doğrusu bucaq deyirəm. Dərəcə ölçü dediyi üçün 90 dərəcə. Yoxsa pi bölü 2 demək olardı. 3 üzü qırmızı, 2 üzü yaşıl, 1 üzü sarı rəngdə olan kubu. Deməli, qırmızı, qırmızı, qırmızı. 2 üzü yaşıl, yaşıl, yaşıl. 1 üzü sarı. Bunu bildik. Kubu deyir ki, 3 dəfə atırsan. 3 dəfə attığın zaman üst üzə düşən rənglərin müxtəlif olması. Nə deməkdir müxtəlif? Məsələn, qırmızı, yaşıl, sarı. Başqa bir deyək ki, müəllim, bəlkə yaşıl, qırmızı, sarı ardıcılığı ilə oldu. Başqa bir deyək ki, bəlkə müəllim sarı, qırmızı, yaşıl. Bir də ki, mən bəlkə qırmızı, sarı, yaşıl. Nə qədərsə hal var. Neçə hal var? 3 dənə bizim burada həddimiz yoxdurmu? 3 faktorial. 6 dənə burada hal var. Yerlərini dəyişdirsəz 6 dənə müxtəlif hal alarsınız. İndi biz gəlin bir dənəsinə baxaq, vuraq 6-ya. Bizim burada məsələn qırmızı gəlmə ehtimalımız nədir? 6 üz var, atdım. 6 üzdən 3-ü əlverişlidir bizim üçün. Yəni bu ehtimal nə oldu? 6-da 3. 6 mümkün haldır, 3-ü əlverişlidir. Mən birbaşa yazıram burada. Vurulsun. Yaşıl gəlmə ehtimalı 6 dənə üzü var. Buradan ikisi əlverişli oldu, 6-da 2. Sarı gəlməsi 6 üzü var, biri əlverişlidir. Və bundan 6 dənə müxtəlif halları var. Çünki mən burada baxanda hansı birinci, hansı ikinci onu bilmirəm. Sadəcə nəyə baxıram? Deməli, burada 3'ü qırmızı olduğu üçün 6'da 3 qırmızı gəlmə ehtimalı, 6'da 2 yaşıl gəlmə, 6'da 1 sarı gəlmə. Amma hansı birinci, hansı ikinci bilmirəm. Mən ümumi hallara baxıram. Deməyib ki, birinci bu olsun, ikinci bu olsun. Deyir ki, gəlsin. Deyirəm, onda burada bunların yerini dəyişdiyimiz zaman 6 dənə burada müxtəlif hal var deyə bunu vuram 6'ya. Aldığımız ehtimalı 6'ya vurmalıyıq ki, hamısını bizə versin. Yoxsa biz bir dənəsini tapdıq. Məsələn, bunu tapdın deyək ki, qırmızı, yaşıl, sarı. Bəs yaşıl, qırmızı, sarı o lazımdır. Necə yəni lazım deyil, lazımdır. Bundan bu gedər. Altda 5'də 2 gedəcək. Qaldı altda 1. Biraz mürəkkəb sualdır əslində. İmtahana düşən uşaqların böyük bir qismi buna səhv yazar. Amma öyrənmiş olduq ən azından. Görək bu nədir? D1, D2 və D3 xətləri bir düz xət, bir nöqtədə kəsilirlər. Alfa, beta, qamma bucaqlarının dərəcə ölçüləri onlar 3, 4, 5. Yəni deyir ki, alfa məsələn 3K-dırsa, beta 5K olsun, teta da olsun, yox qamma olsun 4K. Aha. İndi burada uşaqlar, bura bizdə qamma olmayacaqmı? Çünki niyə? Qarşılıqlı bucaqlardır. Onda bunların cəmi 180 dərəcə olmadı mı? Alfa üstə gəl, beta üstə gəl, bərabər 180 dərəcə. Siz təbii ki, uşaqlar bunu necə yazırsınız? İzahı ilə yazırsınız. Sadəcə doğru cavabı yazsa 0 bal. Dim özü izah verib ki, əgər məsələn K-nı düz tapdın, cavabı tapa bilmədinsə sənə müəyyən qədər bal verərəm. Tapdın məsələn K-nı səhv tapıb qoydun yerinə səhv cavab aldınsa, yenə nəsə getmisən, amma sənə bal verərəm. Amma sadəcə doğru cavabı yazsan 0 bal. Mənə doğru cavabdan əlavə nə lazımdır? İzah lazımdır. Sadəcə doğru cavab bal deyil, yəni 0 baldır. Amma səhv ədədlərlə doğru cavabı tapsan, daha doğrusu doğru cavab yox, səhv cavabı tapsan deyək ki, yəni K-nı səhv tapdın, amma yolu düz yazmısan da, K-nı səhv tapmısan, 2 tapmısan məsələn, 5 tapmalı deyək ki. Bu zaman sənə bal verir. 3'də 1 bal, 3'də 2 bal. Tam bal üçün gələk K-nı düz taparsan, yerinə qoyarsan, düz izah eləsən, o ayrı məsələ. Və çox uzun izah da istəmir səndən. Abituriyent jurnalına baxa bilərsən. Əldə edib baxın orada. Alfanın yerinə 3K yazıram. Orada izah edir ki, necə olmalıdır. 5K. Çünki uşaqların çoxu bilmir ki, müəllim, mən doğru cavab yazmışam, mənə niyə 0 bal veriblər? Çünki səndən doğru cavabı istəmir, izah tələb edir. Adı üstündə ətraflı yazılı cavab tələb edən sual. Topladım 9K mı oldu, yoxsa 12K oldu? 12K bərabər 180 dərəcə, K bərabər 15 dərəcə. K-nı qoydun yerinə 3 dəfə 15 45, 5 dəfə 15 75, 4 dəfə 15 60 dərəcə. 120 bəli 180. Sadə sualdır bu. Gəldik bura. Bu bərabərsizliyin həllər çoxluğu bu aralıq olarsa A vurub B asirini tapın. Gözəl bir sualdır. Ümumiyyətlə biz belə bir bərabərsizlik necə həll edirdik? Deyirdik ki, müəllim, sistem bir dəfə olduğu kimi
Bunu mən belə öyrədirəm uşaqlara. Bir dəfə də nə olacaq? Əksindən böyük bərabər. Özündən kiçik bərabər, əksindən böyük bərabər. Bunun həlli yəqin hamınız bilirsiniz. A-nı atdıq sağa, oldu x kiçik bərabər A üstə gəl B. Yəni A-nı atdıq sağa, x böyük bərabər A çıxılsın B. İndi burada uşaqlar fikir verin. Bizə deyir ki, x A çıx B-dən böyüklər olsun. O biridir ki, yox, A üstə gəl B-dən kiçiklər olsun. Bu da A üstə gəl B olsun. Onda bunların kəsməsi nə oldu? Deyək ki, mənim cavabımız oldu A çıx B ilə A üstə gəl B oldu. O bizə cavabı nə verib? -3,9. Demək ki, burada məntiqi başa düşdüm. Çünki bunun bir dənə cavabı var da, bərabərin həlli bir dənə olur. Həllər çoxluğunu vermisənsə, mən də həllər çoxluğunu vermişəmsə, bunlar ayrı-ayrı ola bilməz. Həll bir dənədir. Cavab bir dənə demirəm. Yəni həlli tapdım, bitdi. Bu bizim həllimizdir. Orada 10 dənə qiymət də ola bilər, 100 dənə də ola bilər, amma həll bir dənə, yeganə bir həlli var, bərabərsizlik. Bunlar eyni şey olduğu üçün A çıx B bərabər -3. Burada yazım A üstə gəl B bərabər 9. Bu 3-ə, -3-ə, bu da 9-a bərabər olmalıdır. Buradan tərəf-tərəfə toplasaq, buna ehtiyac yoxdur. 2A bərabər 6, A bərabər 3 oldu. A-ya 3 verdiyimiz zaman 3 çıx B bərabər -3, 3-ü sağa ataram, -B bərabər -6, B bərabər 6. A 3-dür, B 6-dır. A vur B 3 dəfə 6 olacaq 18. Səhv yazmadıq görəsən. Deməli, A çıx B oldu. A çıx B ilə A üstə gəl B arası düzdür. A çıx B-yə -3 dedim. A üstə gəl B 9 dedim. Tərəf-tərəfə topladım. 2A 6, A 3-dür. Buraya yazanda təbii ki, daha rahat tapılar deməli. 9 oldu. 3 dəfə 6, 18. Yaxınlaşırıq sona doğru. Birazdan ayrılacağıq. Deməli, burada bizə nə verib? Y bərabər 2x funksiyasının qrafiki B və S nöqtələrindən keçir. A 1, 0 nöqtəsidir. S, A, B, S-də 8-dir. S nöqtəsinin koordinatlarını tapın. Mən bunu ayrıca bura qoydum ki, uşaqlar nə olsun? Daha aydın görə bilək. Buradan bizə verdiyi məlumat bunun 1, 0 olmasıdır. Bir də bizə deyir ki, bunun qrafiki Y bərabər 2x. Yəni bu qrafik bu düz xəttin qrafikidir. Bu funksiyanın qrafikidir. Bir də bu trapeziyanın bizə sahəsini verib 8. Elə deyilmi? A, B, S-də deyil. A, B, S-də 8. Yazın bura. S, A, B, S, D bərabər 8. Bu qədər məlumat verib. Birinci uşaqlar fikir verin. Biz Y bərabər 2x-də, x-də 1 versək nə alarıq? Müəllim 2 alarıq. Onda bu 1 2-dən keçirmi? Keçir. Yəni nöqtəni qoydum, ödədirsə deməli 1 2-dən keçir. Onda bu nöqtə Y 2 olan bir nöqtədir. Razıyıqmı? Bəli. 1 2. Bu nöqtə əslində 1 2-dir. Problem yoxdur. Gəldim D nöqtəsinə. D nöqtəsini bilmirəm D-yə. Nə deyim? D-yə bir x deyim məsələn. Bura x olsun da ki. X isə bu nəyə uyğun gəldi? 2x-ə. Bunun koordinatları x 2x oldu. Çünki 2-yə vuracaqsan da 2x nə deməkdir? X-də 5 verdin 10. 10 verdin demək 20, 100 deyim. 15 verdin 30. Hər dəfə 2-yə vurur. X verdin 2x. Problem yoxdur. Onda biz bu trapeziyanın sahəsini tapa bilərik. Çünki bu trapeziyanın sahəsini tapmaq üçün əvvəlcə nəyə baxırsan? Oturacaqlara baxırsan. 2 oturacağı tapdın, arada qalan hündürlüyü tapdın, bitdi. Trapeziyanın sahəsi bu cür tapılır. Bunu buradan götürdüm artıq. Bizim trapeziyamızın bir oturacağı nə qədər oldu? 2 vaid. Buradan bura 2 vaiddir. Bəs buradan bura nə qədər oldu? Bu da mənim 2x. 2x dax. Y 2x-dir. Hündürlüyü nə qədər oldu? Mənim 1-dən x-ə qədər. Bu əslində uşaqlar 1-dir də. Bura 1-dir. X-i 1-dir bunun. Y 0 olduğu üçün 1 0 yazılır. 1-dən x-ə qədər məsafə nə oldu? Məsələn, 1-dən 5-ə qədər məsafə nədir? Mənim 5-dən 1 çıxaram. Bəs 1-dən x-ə qədər mənim x-dən 1 çıxaram. Düzdür. X çıx 1. Bu da onun hündürlüyü. Onda bizim trapeziyamızı belə qoysaq daha yaxşı olar. Bura 2 tapdıq məsafə. Aşağıda 2x tapdıq. Hündürlüyü nə oldu? X çıxılsın 1 oldu. Onda sahə nəyə bərabərdir? Oturacaqlar cəminin yarısı vurulsun hündürlüyü. Yəni orta xətt vur hündürlük. Niyə o qədər düşündüm? 2 üstə gəl. Reis şübhələndi mi? Bunu belə yazdım hətta sizin üçün. Sonra qarışıqlıq olmasın. Bir oturacağımız 2x-dir, biri 2-dir. Böl 2 vurulsun. Hündürlüyümüz də x çıxılsın 1-dir. 2x-i 2-yə böldün, x qaldı. 2-ni böldün, 1 qaldı. Vur x çıx 1. Bu da bizə burada 8-i verməlidir ha. Sahəmiz 8, onu bizə əvvəlcədən verib. Buradan tapıram ki, x kvadrat çıx 1 bərabər 8, x kvadrat bərabər 9, x bərabər 3, bir də x bərabər -3. Müəllim, niyə -3-ü yox, 3-ü götürdünüz və 2-yə vurub dediniz ki, 3 6. Ona görə ki, uşaqlar, biz sağ tərəfə baxırıq. Yəni burada x oxunun müsbət hissəsi götürüldüyü üçün mənfi olmayacaq. 1-dən görə bilərsiniz də 1 verib burada bizə. Yoxsa -1 verərdi.
X'i 3 tapdıqdan sonra da 3'ə vurduğumuz zaman bura 3 6, 2'ye vurduğumuz zaman 2x dax 3 6 oldu. Bizdən bunu mu soruşur? Bəli. 3 6'nı soruşur. 23. Görək bu nədir? Deyir ki AD BD'yə bərabərdir. Olsun. Deyir ki AC 12'dir. YB 8'dir. Burada uşaqlar, çətin sual deyil bu əslində. Ümumiyyətlə biz orta nöqtə görən kimi, həmişə bunu uşaqlara deyirəm. Orta nöqtə görən kimi ağlınıza orta xətt gəlsin. Orta nöqtə varsa ağlına orta xətt gəlsin. Bax, bu nöqtədən orta xətt çəkmək üçün nə edə bilərəm? Bura bir perpendikulyar çəkərəm. Niyə perpendikulyar? Çünki oturacağı yerə paralel olsun. Axı bu bura perpendikulyar, bu da məcburən perpendikulyar olduğu ki, uyğun bucaqlar bərabər olsun. İndi orta xəttdə kəsmədiyi tərəfin, yəni paralel olduğu tərəfin yarısı. Onda bura 6 oldu. Onda buranın sahəsi nə oldu uşaqlar? 6 vur 8 bölünsün 2, yəni 24. Bitti. Bu qədər imiş. Eşkimiz. Gəldik bura. Bu nədir ola? Müəllimlər otağının məlumat lövhələrinin birincisində eyni ölçülü 3 kağızdan ikisi üfüqi, ikisini belə qoyublar, birini şaquli qoyublar. Üfüqi açılmış kağızların olan görürük 2 sm yer tutub orada. İkinci məlumat lövhəsində eyni kağızların ikisi şaquli, birini üfüqi qoyublar. Bu zamanda şaquli kağızının 3 sm uzunluğunu örtülmüşdür. Tapın. Başlayaq görək. Məsələn, biz burada uşaqlar bunun eninə bir x deyək. Çünki heç nə yoxdur, axı nəsə deməliyəm də. Bir x deyim və uzunluğa da bir y deyim. Buradan burada y olsun, məsələn. Onda biz buradakı məsafələrə baxaq. Bax, buradan bura nə qədər oldu? Bunu belə kəsinmi? Daha yaxşı anlayasın. Bunu belə kəsdim, bunu buradan belə kəsdim. Bu arxada görünən düzbucaqlıdır. Bura 2 idi. İndi bura bütöv y-dirsə, bu düzbucaqlığın eni y-dirsə, bura qaldı y çıxılsın 2. Özüm qəsdən belə uzadıram. Sonra bura bütöv axı bizdə x idi. Bütöv x-dir, yuxarı x demişik. Hamısı, bütün düzbucaqlar eyni şeydir burada. Eni x-dir, uzunluğu y-dir. Uzunluq y olduğu üçün 2-ni çıxdım, y çıx 2 yazdım, bura 2 qaldı. Sağda yenə 2 varsa, nə qaldı bu ortadakı məsafəyə? X çıxılsın 4. Çünki niyə? X-dən 2 buradan kəsdim, 2 buradan kəsdim. Davamı nə oldu? Yenə müəllim bura bütöv y idi, 2-ni buradan kəsdiniz, y çıxılsın 2. Əslində bunu daha da qısa demək olar. Ora bütöv y-dir onsuz da 2-ni çıxmağa ehtiyac yoxdur. Amma yenə də eybi yox. Yəni bura normalda nədir uşaqlar? Buradan bura y-dir. Uzunluqda. Yəni oradan niyə 2-ni çıxıb təzədən yenə oradan yazırsan ki, amma eybi yox. Özüm yazıram ki, tamamilə aydın olsun. Baxın, y çıxılsın 2. Bura oldu. Burada 2 verilmişdi bizə. Təzədən burada x çıx 4 var. Təzədən burada yenə bir 2 var. Yenə burada y çıxılsın 2 var. Yəni belə yazsa heç kim sizə niyə belə yazmısan deməz. Düzdür, biraz uzun gedirsiniz, amma eybi yox. O biri yolla buradan birbaşa bura y deyə bilərsiniz. Yəni bu bütöv y-dir onsuz da. Elə deyil, bütöv y-dir. Niyə onu 2-ni çıxıb bura çıxma yazmış? Onu demək istəyirəm. Amma anlasın deyə belə dedim. Sonra 2-lər də getdi. Qaldı y. 2 dənə y daha doğrusu. Bunları da belə eləyim, topladıq. Üstə gəl x. 4-ü sağa ataq. 20 necə oldu? 4-ü sağa atdığımız zaman üstünə gəldi 37 oldu. Bu yadımızda qaldı. Sonra gəldim bura. Bax, bütün nə idi? Enimiz x idi. Bura 3 yazmışamsa x çıxılsın 3 qaldı bu tərəfə. İndi buradan bunu yenə belə ayırıram. Axı bizim enimiz y idi. 3'ü buradan kəsin, 3'ü buradan kəsin, ortaya qaldı y çıxılsın 6. 3 kəsin 6 qaldı. Bura nə qaldı? Burada bütöv bura axı x-dir. 3'ü buradan kəsin, x çıxılsın 3 oldu. İndi gəlin bunların hamısını cəmləyək. X çıx 3, üzərinə gəl 3, üzərinə gəl y çıx 6, üzərinə gəl 3, üzərinə gəl x çıx 3, bərabər 26. 3'lər islah getdi, 3'lər islah getdi. Burada isə nə aldıq? Burada bir dənə y-imiz var. 2 dənə x-imiz var. Bunları da attım. Mənfi 6-nı sağa atanda bura olacaq 32. İndi biz bu sistemdə nəyi tapacağıq? Y və x-i tapacağıq. Nəyə soruşur bizdən? Hər ikisini tapmaq lazımdır. Birinci gəlin biz nədən qurtulaq? Məsələn, y-dən qurtulaq. Aşağını 2-yə vuracam, tərəf-tərəfə çıxacam. 2y üzərindən gəl x bərabər 37. 2-yə vurduğumuz zaman 2y, 4x bərabər 64. Aşağıdan yuxarı çıx, bunlar getdi. 3x bərabər. Buradan çıxdığımız zaman nə olacaq? 34, 27 mi oldu? X bərabər 9. Yəqin 27 olar. 27 topla 50, 14, 6. Bəli. İndi bura 9'u yaz. Y üzərinə gəl 18 bərabər 32-dən. 18'i sağa attın. 16 olsa 16 qalardı. 18 olsa 14 oldu. Deməli bizim uzunluğumuz nə oldu? 9'un 14'ə. Bunu bəzən 9 və 14 kimi də yazılır. 9'un 14'ə. Məsələ bitdi.
Son sualımız. Görək bu nədir? Deyir ki, S-də 16. Biraz belə mi gətirək görəsən? Yuxarı birdən görünməz. S-də 16. Kamerayı niyə açıram bilmirəm. Kameranı bağlı saxlasam belə dərdimiz olmayacaq. FC 4. Başqa A-ya YB-yə bərabər x-dirsə x-dir. Hətta bunlar 8-8-dir. Sağ tərəf 16 da 8-8. 16 yarı-yarı böldün. Əla. Bura bir dənə bilinmir deyə, bura bir nə deyək, bura bir x deyək. Bura alfadırsa, burada alfadır. Bura bir beta olarsa, qarşılıq bucaqla bərabər, burada betadır. Bitdi, bunlar oxşardır. Bu 2-3 bucaq oxşardır. Niyə? Çünki 2 bucaqları eynidir, bitdi. 2-3 bucaq bərabərsə, bucaq əlamətinə bunlar oxşardır. Gəlin də oxşarlıq yazın, bura bir tətə deyək. Burada tətə olacaq. Alfa burada nədir? D nöqtəsi var orada. D bucağı, sonra A, sonra Y. Bu 3 bucaq oxşardır nəyə? O tərəfdə alfa hansıdır? D, sonra S, bir də F. Bitdi, bunlar oxşardır. İndi burada uşaqlar, alfanın qarşısında 8 var. Burada alfanın qarşısında 4 var. Bərabərdir. Burada tetanın qarşısında x var. Burada isə 16 var. Onda buradan x tapa bilərik, elə deyil mi? X-i taparıq. Çarpaz vursaq. 4x bərabər 8 dəfə 16. Heç uğraşamam. X-lər aparım 2. 16 vur 2, 32. 16 və 32 perimetrimiz nə oldu? 2 vurulsun, 16 üstə gəl, 32. 2 dəfə də 48 nə olar? 96 olar. Nəhayət, sağ-salamat sualların sonuna çatdıq. Ümid edirəm uşaqlar faydalı oldu. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.